bizim günümüze, saatimize bir bakın. Azerbaycanlıların gününe, saatine bir bakın ki düşmüşük Avrupa'nın ortalıklarına, dilenci kimi, deli kimi, baştan xarab kimi Avropa insan hakları aktarırıq, demokratiya aktarırıq. Ne bilim, qalmışıq bax belə indi gəlib Emin Amsterdama gedirik, görək Amsterdamda kimi tapırıq sözümüzü demeye. Demokratiyadan zaddan danışmağa, ne bileyim. Günümüzü görürsünüz da, o bizim günümüzü. Azerbaycanlıların demokratik, azad, fəxr ediləsi Azerbaycan. Canlı yayındır, bəli, canlı yayın. Ha. Gör Emin, bir şey söyle bizim demokratik Azerbaycan'ın Avrupa'da dilenci kimi insan hakları, ne bileyim, haksız olarak tutulanlarımızı, cezalandırılanlarımızı bıraktırılması için, azadlığa çıkması için gelmişik Avrupa'da dilenci kimi hak aktarırıq. Avropalılardan isteyirik hakkımızı. Çünkü Azerbaycan'da bizim başımızı kesirler, türmeye basırlar sözümüzü isteyende. Ağzımızı açan kimi. Böyle. Qalmışıq Avropada. Ne deyirsən? Ne diyeyim? Bak gelmişik 20 euroya avtobus bileti aldık. Geldik Brüssel'den bura. Avtobusda çok böyle diye. Rahat. Gəncə avtobusu kimi sırxalamırdı ki, belə silkələmirdi ki. Silkələmir də. Yolda bir 5-6 dəfə qayı saxlamadı. Sürətə görə, turistləri tutub. Bir dənə şikayətim var ki, bax, o boyda avtobusda 20 euro pul verdi ödədik. Bir dəfə canlı yayın başladım eləməyə. İnternet. Yarımçıq kəsən demə 150 megabayt verirlər bir qurğuya. Bax. İkinci qurğuya da... Bu Avropa dağılır ki Taydenim, bu necə Avropadır? Belə şey olar. İmkan vermirlər ki canlı yayın verək. Bəs mən dünənləri birdən film paylaşmışdım. O qaqaş motorun üstüne böyle xalçanı zadı sürmüştü ki pulu atanda böyle amortizasiya verip pencereden çöle çıkmasın. Ne bileyim göz mıncığı zad açmıştı pencerede. Lan bu görürsən. Yaşıllıq. Yaşıllıqdır. Bura nə znak qoyublar? Yəni bura deyil, ya znak qoyublar ki bura maşın girə bilməz, ancaq skuterlər, balaca skuterlər, velosipedlər girə bilər. Buradaki görürsünüz de hiçbir maşın dura bilməz. Burada dura bilər maşınlar. Şəhərdə adam yox heç. Ha. Şəhərdə adam yoxdur. Ha. Belə düşmüşük Avropanın ortalığına millətim. Azerbaycanlılar, Avropalılardan azadlıq, demokratiya dilənirik. Bax belədir günümüz Azerbaycanlıların. Fəxr eləyək. Rövnaq da geçsin erməni kilsələrinə qazdan zaddan mühtə versin. Elə yazıq millət də elə bilsin ki ta ermənilər qardaşdır. Oradan tərtərdən keçmişdilər Ermənistan tərəfə. Hamısını bastılar içəri, başını kəstilər. Nə bilim uşaqların da deyir indi terror eləyirlər ki bəs siz erməni tərəfə keçmisiniz. Bu yazıq xalq nə bilsin ki ara hələ düzəlməyib, hələ Qarabağ qayıtmayıb. Rövnaq kişi televizyada deyirdi ki biz ermənilərlə qardaşıq. Ermənilərin 5-6'sı bizim düşmənimizdir. Qalan hamısı. Millət də elə bilib ki vallahi elə deyil. Millət də elə bilib ki ara açıldı, hamı ermənilər qardaşdı, hamı keçdi erməni tərəfə. Erməni keçdi biz tərəfə. İndi də deyirlər yox erməni qardaş deyil. Ya bu milletin başına nə oyun açır bunlar yazıqların. Nəysə şey. İndi gedirik demokratiya axtarmağa. Emin Hüseynovla. Axtarıb tapacağıq belə. Öpürəm sizi gözəl xalqım, öpürəm. Kefinizdə olun. Ha, baxmayın ha, qorxun, baxmayın. Videoya baxmayın. Baxanı da tuturlar.